Hamıya salam, kanalımıza xoş gəldiniz. Bugün Gəzən Beyinlərdə bizim biraz xüsusi bir qonağımız var. Belə ki, Yusif Əliyev bizimlədir. Salam Yusif. Salam, salam dostlar, hər vaxtınız xeyir olsun. Həmişə aparıcı kimi iştirak edirdim. Bu dəfə amma qonaq qismində iştirak etmək biraz qəribə gəlir. Yəni, Yusifə xüsusi adlandırmamın səbəbi budur ki, biz bu layihəyə 10-cu sinifdə sinif yoldaşı olarkən başlatmışdıq və o zamandan bəri xəyalımız bu idi ki, biz də artıq universitetə daxil olduqda müsahibəni bir-birimizdən götürəsik və bu şəkildə kanala yükləyib maksimal dərəcədə faydalı olmağa çalışmaq idi planımız. Və əslində keçən il etməli olduğumuz bu müsahibəni bu il edirik. Çünki bir il ərzində çox şey dəyişdi. Hətta Yusif bir il oxudu, digər universitetlərə müraciət elədi, başqa təqaüdləri qazandı və yolu bir qədər dəyişdi. Ona görə düşünürəm ki, bu müsahibə çox faydalı olacaq və başlaya bilərik. Okey, başlayaq. İlk öncə sualım bundan ibarətdir ki, zəhmət olmasa bizə özünü tanıdardın. Yusif kimdir, xarici təhsilə həvəsi nə vaxtdan başlayıb və s. Mən yenə deyirəm Yusif Əliyev. Mən tanıyan şəxslərin çoxsu olimpiada hissəsindən tanıyır. Hansı ki, biologiya olimpiadalarla məktəb vaxtı ən çox, yəni məşğul olduğum işlər biologiya olimpiadaları olub. Və xarici təhsillə bağlı danışsam, xarici təhsil fikri əslində biraz çox qəribə olaraq yarandı. Heç bir fikrim yox idi xarici təhsil almaq falan. Həmişə sadəcə Azərbaycana tibb oxumaq kimi xəyalım olmuşdu balaca olanda. Amma ondan sonra olimpiada yoluna başladıkdan sonra müəyyən yaxın dostlarımın hansı ki, fərqli cür ölkələr oxumağa getməsi olimpiada ilə falan mənə çox maraqlı gəldi. Kəsnə bunu mən də eləyə bilərəm, mən də yoxlaya bilərəm kimi bir fikir ortaya çıxdı. Ondan sonra elə bu yola başladım. Belə. Çox sağ ol, təşəkkürlər. Yusif, mən düşünürəm ki, hamımızı bu yolda bir digərindən fərqləndirən xüsusiyyətlər var. Bəs səni bu yolda digərlərindən fərqləndirən nə idi? Okey, bayaqlarım sən özün də qeyd elədiyin kimi, mən bir il oxuyandan sonra təzədən apply eləmişəm və bu situasiyada ən maraqlı tema odur ki, mən davamlılıq məncə məni fərqləndirən bir şey idi. Çünki mən bildiyim kimi 6 dəfə SAT-yə girmişəm və bu SAT-dən də danışacağıq zaten. Prosta yəni 6 dəfə SAT-yə durduq yerə heç kim girmir də. Yəni burada ortada nəsə bir ortaya məqsəd qoymaq lazımdır ki, mən davamlı şəkildə bunu eləyəcəm, axırda olmalıdır, mütləq eləmək lazımdır. Yəni mənim beynim məncə bir dənə o iş yaxşı idi ki, davamlılığa fokus olmuşdu ki, sən artıq eləməlisən də, yəni başqa ikinci şansın yoxdur sənin. Çox sağ ol. SAT demişkən, SAT vaxtlarına getdim bir anlıq. Yadımdadır ki, imtahanlara da elə bir yerdə hazırlaşırdıq. Onlayn qoşulurduq və həqiqətən çox çətin, bir o qədər əziyyətli, bir qədər də maraqlı bir proses idi. Bir anlıq o vaxtlara qayıtdım. Bir daha təşəkkürlər. İndi isə düşünürəm ki, hazırlaşma prosesinə keçə bilərik. Sən ümumilikdə hansı imtahanlarda iştirak etmişdin? Nəticələrin nələr olmuşdu ki, universitetlərə müraciət etmişdin? Mən SAT imtahanı, IELTS imtahanı və AP Biology imtahanı vermişəm. AP imtahanından, AP Biology-dan 5, SAT-dən sonda 1500 bal, IELTS-dan isə 7-5 skor əldə etmişəm. Və belə, yəni əsas bu imtahanlar idi, verdiyim imtahanlar. Ondan əlavə olaraq isə imtahan kimi sayarıq mı yoxsa yox, məncə ekstrakurikular əlavə edəcəyik. Olimpiadalarla dediyim kimi məşğul olmuşam, o imtahanlarda iştirak etmişəm. Belə. Çox sağ ol. İndi mən soruşmaq istədiyim sual budur ki, bildiyimiz kimi müraciət prosesində təkcə bizim akademik göstəricilərimiz, yəni imtahanlar kifayət etmir, SAT, IELTS və s. Həmçinin bizim backgroundumuza baxırlar. Burada qeyd etdiyin extracurricular aktivitetlər daxildir. Düzdür, sən tez bir şəkildə olimpiyadanı çox sürətli keçdin, amma sənin üçün olimpiada xüsusi bir şeydir. Sən öz akademiyanı qurmuş, bu mövzuda kitab belə yazmış birisən. Zəhmət olmasa öz backgroundun haqqında daha ətraflı danışardın. Mhm. Məncə elə promoya başlayaq. Ən başlanğıcdan hansı ki, olimpiada necə başladı və s. Mən də digər də oxumuşum bir kimya, biologiya təmayüllü liseydə və burada situasiya belə idi ki, mən 7-ci sinifdə dedilər ki, olimpiada və s. dedim, okey, istəyirik qoşulaq. Qoşuldum heç gözləmədiyimiz yerdə. Yəni məncə özləri də gözləmirdi, mən də gözləmirdim. Heç kim gözləmirdi ki, medal falan olsun. Medal əldə elədik oradan və ondan sonra başladı artıq ümumi yol. Hansı ki, fən olimpiadaları və s. elə fən olimpiadalarına da qoşuldum. 8, 9, 10, 11, 4-dən də medal əldə elədim. Ondan sonra bəzi hansı ki, International Sistem Olimpiada olsun və s. kimi olimpiadalarda iştirakım var.
Ondan sonra beynəlxalq olimpiada komandasında bir neçə dəfə yəni 4 il qoşulmuşam komanda dərslərinə. Əlavə olaraq isə artıq bu illərim Avicenna International Biology Olimpiyatda həmçinin də team leader olaraq Azərbaycanı təmsil etmişəm. Olimpiada yolculuğum belədir. Və məncə dediyim kimi mən ən maraqlı olan hissə mənim fikrimcə elə olimpiada yolculuğum olub bu təhsil yolunda. Amma ikinci sualı unutdum, nə sual vermişdin? Əslində ümumi sual bu idi, amma düşünürəm ki, sən Lacoste Akademiyadan danışa Hə. bilərsən, bu layihədən danışa bilərsən və digər başqa Okey. məsələlərdən. Mən CV-mi internetdən tapmaq olur rahatlıqla. Instagram hesabımın bio hissəsində CV-mi qoymuşam. Orada da qeyd elədiyim bəzi ekstrakurikularlar var. Məsələn, bir gəzən beyinlərdir, Lagos Akademiyadır, Biosif var. Bu kimi layihələrdə həmişə leadershiplə bir maraqlı şeylər eləməyə çalışmışam. Lagos Akademinin məqsədi ölkədə biologiyanı daha çox şəxsə çatdırmaq, olimpiadalara hazırlaşdırmaq, bu ildən daha da genişləndirib fərqli cür yarışlar olsun və s. biologiya sahəsində çalışmaqdır. Gəzən beyinlər də hal-hazırda məlum olduğu kimi nə işlə məşğuldur? Xarici təhsildə alan şagirdlərin və ya da ki, tələbələrin ümumi daha çox gəncə xeyir verməsi üçün layihənin yerinə yetirilməsi idi. Biosif isə science media olaraq çalışırdı. Məndə layihə çox idi, unutdum indi layihələrin bəzilərini. Onlar CV-də var idi. Ondan əlavə olaraq isə ekstrakurikular olaraq mən əsasən scientific konfranslarda iştirak etmək mənə maraqlı gəlirdi. Hansı ki, bunların prosesi yerinə yetirmək və s. təşkilatçılığında əsas işlərim olurdu. Məsələn, Cəlal Şəngöri, Bəroy Tarlı kimi professorların Azərbaycandakı konfransların keçirilməsində yaxından iştirak eləmişəm. Belə. Çox sağ ol. Hətta sənin xatırlamadığın, mənim xatırladığım nüanslar da var ki, məktəbdə sən bir çox klublar qurmuşdun. Yəni biologiyadan olimpiyadaya hazırlaşan şagirdlərə kömək eləmə məqsədi ilə bir klub, conversation klubları təşkil edirdin bəzən. Həmçinin bu tipli fəaliyyətlərin də olurdu və düşünürəm ki, çox faydalı idi bunlar. Digər sualım isə məncə müraciət prosesinin ən çox vaxt alan hissəsindən əlaqəlidir. Bu da motivasiya məktubudur. Sən motivasiya məktubunu necə tərtib etmişdin? Hansı nüanslara toxunmuşdun və hansı nüanslara toxunmaq vacibdir səncə motivasiya məktubunu yazarkən? Mən yəni beynim texniki yönümlü olduğu üçün mən biraz yazmaqda problem yaşayıram, düzünə qalsa. Yəni tam olaraq necə yazmaq lazımdır və s. kimi işlər biraz mənə çətin gəlir. Çünki özümü sosial olaraq izah edə bilirəm, amma yazmaq kimi şeylər tam olaraq mənlik olmadığı üçün mənə çox problem yaşatmışdı. Amma mən tam olaraq bilirdim nə istəyirəm və tam olaraq nəyi necə eləməyi düşünürəmsə, yəni ora izah eləmişdim ki, məsələn, mən istəyirəm Honkonqda biologiya oxumaq və yaxud da ki, digər universitetlərdə biologiya oxumaq. Mən spesifik olaraq araşdırmalar eləmişdim bu ilə bağlı ki, mən burada bunu eləyəcəm. Yəni məsələn mən Bilkəndə gedəcəkdimsə, Bilkəndə apply eləyəndə mən qeyd eləmişdim ki, mən bu professorun labında çalışmaq istəyirəm. Bu kimi şeylər məni cəlb eləyir, hansı ki mən bundan 10 il sonra mən bu işləri görmək istəyirəm. Məncə science-da əsas vacib olan şey motivasiya məktubunda göstərməlisən ki, mən PhD-ni eləyəcəm və yaxud da ki, gələcək yönüm. Yəni də mən bu bakalavr burada oxudum, все, hər şey bitdi falan deyil. Yəni göstərməlisən ki, məsələn mən əvvəl bu proyektim var idi. Mən bu proyektə uyğun olaraq nəsə gələcəkdə bir şey eləyəcəm. Nə bilim, və yaxud da ki, sən göstərirsən ki, mən heç olmayan bir resursla bu işi görmüşəmsə, sizin mənə verdiyiniz resursla mən nələr eləyə bilərəm kimi. Mən əsas göstərdiyim şey məncə bu idi, amma qalan social tərəfi məncə çox göstərməmişdim motivasiya məktubumda. Çünki mənim əsas bu il apply elədiyim yer Asiya idi və Asiya kimi universitetlərdə çox da əsas lazım deyil sənin belə necə deyirlər, xarakterik xüsusiyyətlərin əsas olaraq lazım olan şey sən akademik backgroundundan motivasiyanı göstərməlisən ki, proses necə irəliləyir. Amma ondan əvvəlki Amerikaya sənəd verəndə burada biraz xarakterik məsələləri qeyd eləmişdim. Amma dediyim kimi məncə o qədər də uğurlu olduğunu düşünmürəm həmin məsələlərin, amma Asiyada uğur əldə edə bildik. Çox sağ ol bir daha, təşəkkürlər. Bəs bu proses boyunca ən çox etdiyin səhv nə idi? Məncə prosesdə məncə ingilis dili öyrənməkdə biraz mən çox problem yaşadım. Çünki bildiyin kimi mən 9-cu sinimin sonunda başlamışdım ingilis dili öyrənməyə və o çox yorucu proses idi. Yəni alındırdı amma alınmırdı kimi görünürdü. O biraz məni çox yorurdu. Hansı ki, SAT imtahanı və s. Məncə o ən böyük elədiyim səhv o idi ki,
Məncə tez başlamaq olardı və yaxud da ki, daha özümü sistemli çalışdıra bilərdim bu vəziyyətdə. Məncə müəyyən bir sıra tənbəllik elədiyimi düşünürəm ki, məncə SAT-ni daha da tez bitirə bilərdim, çünki alına bilərdi. Amma məncə elə ən böyük problem o idi ki, SAT-də biraz mən problem yaşadım. Çox sağ ol, bir daha təşəkkürlər. Ona görə şagirdlər nə qədər tez başlasalar, təbii ki, müraciət vaxtlarını gözləməklə bir o qədər də daha uğurlu ola bilərlər. İndi isə istəyirəm ki, danışaq daha çox müraciət prosesindən. Sən ümumiyyətcə hansı universitetlərə müraciət etmişdin? Qəbulların hansılarından olmuşdu və müraciət zamanı düzdür, tələb olunan standart bir sənədlər var, ancaq bunların bir də üstündən keçsən yaxşı olardı. Okey. Məncə onda 2025-dən başlayaq. 2025-də mən yəni hansı ağıllan olur bilmirəm, amma mən 13 dənə Amerika Universitetində sənəd vermişdim, hansı ki SAT balım aşağı idi. 1380 SAT balı ilə və IELTS-ım da aşağı idi. Səhv eləmirəmsə 6 mı idi, yoxsa 6-5 idi, nəsə elə bir şey idi. O ilə mən götürüb dünyanın ən top universitetlərinə sənəd vermişdim. Əlbəttə ki, qəbul gəlmədi. Honkonga da sənəd vermişdim mən keçən, o da qəbul vermədi. Keçən il mənim qəbul aldıqlarım şey idi, Manchester idi, Edinburgh idi. Bilkənt 60% təqaüd idi. Səhv eləmirəmsə elə o 3 idi deyə xatırlayıram. Bu il amma bu il biraz prosesi fərqli elədik. Bu il mən zaten az universitet sənəd verməyi seçmişdim və bu prosesi biraz tez başlamışdıq biz və bu prosesdə mən səhv eləmirəmsə oktyabr SAT-si idi. Mən orada yoxsa sentyabr bilmirəm, tam yadımda deyil. Orada SAT skoru 1500-ə qaldırdıqdan sonra fikirləşdik ki, biz early application eləyə bilərik Honkonga. Və məncə də ən müsbət, yəni yaxşı elədiyim şey olub o. Mən Honkongun öz universitetinə sənəd verdim, HKU-ya və bir də Qusda sənəd vermişdim. Qustun qəbul cavabı tez çıxdı, hansı ki, səhv eləmirəmsə yanvar idi. HKU-nun cavabı sağ olsunlar biraz gec çıxartdılar, çünki ortada bir intervyu məsələsi var idi. İntervyuya girmişdim orada. O gəldi hansı ki, fevralın sonu. Ondan sonra isə mən sənəd verdiyim digər universitet UNIST idi. Koreyada olan bir universitetdir. Bu da tam təqaüdlü qəbul verdi. Bütün hər şey qarşılayır, gediş, gəliş, full tuition, hər şey. Ondan sonra Bilkəntə yəni təzədən verməyi düşündüm və Bilkəntdən də 80% təqaüdlə qəbul gəldi. Elə səhv eləmirəmsə bu il 4 dənə bunlar idi. Sənədlər baxımından isə bu əsas esselər idi. Orada Asiya universitetlərinin esselər Amerika universitetləri kimi deyil. Səhv eləmirəmsə elə Honkonqda bir esse var idi. Çox uzun bir esse idi. Burada da tam göstərməlisən ki, o da esse deyil də, personal statement'dır. Orada göstərirsən ki, sən busan və mən gələcəkdə bu olacam kimisindən bir göstərirsən. CV-ni yükləmək lazım idi. CV məncə çox vacib bir məsələ idi. Və o CV-yə baxıb mənə çox, yəni intervyuda çox böyük şeylər olmuşdu ki, intervyu demək olar ki, CV-yə uyğun keçirdi. Hansı ki, orada sən ona görə zaten intervyu eləyirlər. Qrup line intervyu olur şeydə, HQ-da. Orada bir dənə professor olur, 5-6 nəfər şagird olur. Ortaya bir dənə sual atılır və o sual da scientific sual olur, hansı ki, həmin sən sahə ilə bağlı sualdır. O sualla ətraflı danışırsan. Ona bağlı mənə çox maraqlı bir hal baş vermişdi. Mən normalda sakit duran birisi deyiləm, amma o gün mən Akdeniz Universitetində final imtahanım var idi, laborator imtahanım var idi. Və mən o imtahanı 3 dəqiqəyə yazdım və maraqlı sonrasıdır ki, o 3 dəqiqə yazdığım imtahandan 100 bal yığmışam, 100-ə 100 yığmışam və fakültə tarixində elə bir şey yoxdur. Yəni fakültə birincisi oldum labda, durduq yerə və heç özüm də istəmirdim, amma oldu və həmin qaça-qaça çıxdım imtahandan, amma imtahandan da buraxmırlar indi. Tərs olan məsələ budur. Adamlar deyir ki, normal imtahan 30 dəqiqəyə bitməlidir. Sən yəni 30 dəqiqəni tez çıxa bilərsən, amma sən tez bitirdin. Deyirəm, yəni getməliyəm. Yəni başqa şans yoxdur. İstəyirsiniz götürün imtahan vərəqini atın, yəni 0 olsun. Mənə fərqi yoxdur. Amma mən müsahibəyə girməliyəm də. Özümə boyda risk atmışam. Getdim qaça-qaça müsahibəyə girdim. Müsahibəyə bir 2-3 dəqiqə gecikmişəm. Oturdum müsahibədə indi danışırlar burada. Səhv eləmirəmsə 3 dənə rus var idi, 2 dənə bir dənə Qazax idi, biri özbək idi. Bir dənə də Amerikadan qız var idi. Bunlar müzakirə edirlər, sual falan. Mən də müzakirəyə girdim. Müzakirə danışdım, bir dənə cümlə dedim. Qızın, Malaziyadan da qız var idi. Malaziyadan qız qalxdı dedi ki, sən səhv deyirsən, bu belə deyil, belədir. Mən də indi orada biraz səhv çıxmaq kimi olur. Mən də dedim ki, elə bir şey yoxdur. Şey deyil. Müsahibə normalda 20 dəqiqə olmalıdır. Mən düz o 15 dəqiqə onlar danışmışdı. Ondan əlavə 22 dəqiqə mən danışmışam. Və artıq professor özü belə yorulmuşdu ki, bəsdir də. Yəni hətta qardaşım biri şey idi, sən demə biomass üzrə verib qəbul sənədi
Professor soruşur ki, sən niyə danışmırsan? Qalxıb deyir ki, şeydir, mən əslində geometri üzrə vermişəm. Mən biologiyadan heç bir məlumatım yoxdur. İntervyu da məndə belə keçmişdi. Elə qəbul aldığım universitetlər də elə bunlardır. Çox sağ ol. Həqiqətən də çox maraqlı bir proses izləmisən. Yəni gedişatı çox maraqlıdır. Bəs elə bir sənət var idimi ki, səni belə daha çox get-gelə salmışdı, belə problem çıxarmışdı? Məncə o elə bir problem olmamışdı. Çünki mən artıq hazırlıqlı idim əvvəlki ildən bir təcrübəm olduğu üçün. Mən əvvəldən sənədləri yığıb hamısını hazırlamışdım. Şeydə, yəni özümlə aparmışdım və yaxud da ki, elə birbaşa tərcümə olunub evdə qoymuşdum. Nəsə bir problem olduqda onlar mənə atırdılar. Biz də apply eləyirdik. Yəni elə bütün sənədlər məncə var idi. Get-gələ salan bir sənəd olmadı. Çünki mən məktəbi bitirdikdən sonra apply eləmişəm. Bütün sənədlər əlimdə idi. Aha, bir daha təşəkkürlər. Bəs proses boyunca sənə kənardan gələn ən yanlış məsləhət nələr idi, nə idi? Məncə bu şey ola bilər ki, sən də bilirsən məncə onu. Sən neynirsən artıq da xaricdə oxumağı, sən maddi cəhətdən bu prosesi çatdıramayacaqsan. Alınmayacaq. Xaricdə kofenin 1,50 dollardır. Sən kofe belə alamayacaqsan falan. Amma mən dedim ki, yox da okey də cəmaət necə oxuyursa biz də elə də, yəni maksimum ac qalacağıq, amma alındıracağıq falan. Məncə ən pis olan hissə o idi ki, bəzi insanlar demotivasiya etməyə çalışırdı, amma məncə o demotivasiyanın da öhdəsindən gəldik rahatlığına. Çox sağ ol bir daha. Həqiqətən mən də xatırlayıram ki, xüsusən xaricdən gələn əks təsirlərdən biri də bu qədər təqaüdün mövcud olduğu və mümkün olduğu və bu dövrdə daha çox əlçatan olduğu bir şəraitdə insanlar bir şəkildə səni yolundan döndərməyə çalışır, amma hər şeydə bir xeyir var. Sonunda istədiyimizə bir şəkildə Evet. nail oluruq. Çox şükür ki. İndi isə istəyirəm ki, bəlkə də hamının ən çox gözlədiyi hissəyə gələk. Bu da təqaüdlər və dəstək imkanları ilə əlaqəlidir. Sən bir neçə təqaüdü qazanmısan, bir neçə müsahibə prosesindən keçmisən. Zəhmət olmasa bu mövzu haqqında ətraflı danışardın. Okey. Ə, Həqiqətən də mən səhv eləmirəmsə çox müsahibədə olmuşam, özüm də bilmədən. Ə, indi məncə keçən ildən başlayaq. Mən ilk təhsilimi, yəni təhsilə başlamaq üçün Türkiyə burslarının üstün başarı bursunu qazanmışam. Üstün başarı burslu müsahibəsi məncə çox maraqlı keçmişdi. Adamlar deyir ki, sertifikat vesairə gətirin, amma heç bir sertifikata baxmadılar, sağ olsunlar. Və müsahibə zamanı məncə çox da belə çətin gəlir suallar verilməmişdi mənə. Tam olaraq mənə sadəcə fokusumu yoxlayırdılar ki, mən həqiqətən biologiyanı istəyirəm. Çünki normal vəziyyətdə biologiya oxumaq istəyən yoxdur Türkiyədə və yaxud da ki, xaricdə. E, Bunlar da elə düşünürdülər ki, məndə yəqin ki, bir backgroundda problem var deyə mən bu biologiyada oxumaq istəyirəm, amma mən onlara göstərdim ki, həqiqətən də mən bunu sevirəm, mən bunu oxumaq istəyirəm. Mənim üçün uyğun olan budur. Amma mən Türkiyə bursları application'ında bilmirdim ki, IELTS qəbul olunmur. Mən də ilk 6 yerə sadəcə ingilis dili yazmışdım. Hansı ki, ən yaxşı universitetlərə ODTÜ, Sabancı idi, yoxsa belə İTÜ falan. Bunların hamısına ingilis dilində yazmışdım. Və türkcə olan ixtisasların universitetlərini sadəcə atmışdım. Yəni belə xüsusi olaraq baxmamışdım ki, hansı universitetdir. Və məndə də sadəcə IELTS idi, TOEFL yox idi. Ona görə bunlar mənə türkcə olan bir universitet verdilər, Akdeniz Universitetini. Məncə ortam yaxşı idi, pis deyildi. Yəni oxunmağa dəyər deyə düşünürəm, amma tibb kimi ixtisasları Akdenizdə oxumanız daha məntiqlidir. Çünki həqiqətən də tibb sahəsi üzrə çox yaxşı inkişaf eləmiş bir universitetdir. Adamların 13 dənə binası var. Və hər binaya girdikdə binanın başından ayağa tapa bilmirsən. O dərəcədə böyükdülər. Türkcə bursları yəni belə. Ondan sonra isə elə Unistin təqaüdündən danışım mən. Unistin təqaüdü tam təqaüddür. Aylıq da əlavə xərclər verilir. Və Unistin təqaüdündə hansı ki, xüsusi application eləyəndən sonra onlar sizə intervyu edir. İntervyuda məndə yenə rahat keçmişdi məncə o. Çünki prosesdə mən bilirdim nə danışmalıyam. Onların verdiyi suallar həqiqətən biz səni alaqmı və biz sənə investisiya eləyəkmi kimi proseslər idi. Və mən də özüm tam olaraq aydın izah eləmişdim ki, mən həqiqətən də istəyirəm də, mənə lazımdır bu. Məndə bu background var və mən bu background uyğun sizdə bu işləri görəcəm. Və mən Koreyada olduğu üçün Koreya professorları idi. Mən adlarını səhv spell eləyirdim. Elə oldu ki, tanıyırsanmı falan filan belə bizim departmentdan zaddan. Mən də atdım belə 200 dənə ad. Adlarına baxmışdım. Mən sadəcə proses spell eləyə bilmirəm. Axırda dedim ki, həqiqətən də spell eləyə bilmirəm, amma belə-belə adamları tanıyıram. Onlar da məncə daha da belə yaxşı oldu ki, o hadisə ki, adam çalışır ən azından bu sahədə bir şey deməyə.
Yunus təqaüdü belə Bilkənt təqaüdü ilə bağlı, Bilkənt səhv eləmirəmsə müsahibə eləmirdi təqaüdlə bağlı, birbaşa təqaüd verirdi. Ondan sonra isə ən son əsas aldığım təqaüddən danışaq. Ən mənim üçün çətin olanı dövlət proqramının qalibi oldum mən hansı ildə 2026-da hə. Və müsahibə mərhələsi mənim üçün biraz çox stressli idi. Hansı ki mən face to face intervyuda heç vaxt yəni belə bir çətinlik çəkməmişdim. Hansı ki verilən suallar məncə maraqlı suallar idi. Hansı ki şeylə bağlı, ixtisasla bağlı çox maraqlı suallar var idi. Ölkədəki hansı ki biologiya sahəsinin inkişafı ola bilər və yaxud da ki digər sahələr üzrə çox maraqlı həqiqətən suallar var idi. Əsasən də məndə düşən professor astrobiologiyaya maraqlı olan bir professor idi. Hansı ki gələcəkdə özü də bu sahədə işləməyə çalışacaq deyə fikir bildirmişdi. Mənim üçün çox maraqlı olmuşdu. Ondan sonra müsahibənin digər hissələrdə biraz stresli olsa da amma çox yaxşı keçdi. Hansı ki mən CV-imlə bağlı datalar verdim, keçdiyim olimpiadalar olsun və yaxud da ki elədiyim layihələr olsun. Bunlar haqqında da orada danışmış oldum. Çox sağ ol, bir də ətraflı məlumat üçün təşəkkürlər. Mən indi daha spesifik bir sual vermək istəyirəm sənə. Təsəvvür elə ki, bir nəfər gəlir və o da dövlət proqramına müraciət edəcək və biologiya və bu tipli ixtisaslar üzrə o insan konkret olaraq hansı basic məlumatları və yaxud da müsahibədə soruşula biləcək məlumatları bilməlidir ki, müsahibə prosesini idarə edə bilsin. Məncə prosesdə əsas lazımlı şey ixtisasla düzgün danışmaqdır. Yəni əgər bilmədiyiniz bir topik varsa, bununla bağlı ortaya bir fikir atmayın. Çünki zaten bunu bilmirsiniz və özünüzü orada bilmiş kimi göstərməyiniz sizə müsbət cəhət göstərməyəcək. Çünki onlar bilir ki, sən bunu bilmirsən, sadəcə ortaya atmısan və bununla bağlı fikir irəli sürürsən. Məncə ən yaxşısı zaten nə bilirsə onu danışmağınızdır. Həmin o ixtisasla bağlı. Çünki ixtisasdakı insan bu yoldan keçib gələn bir insandır. Adam professordur. Adam biologiyanın hər şeyini bilir. Universitetdə dərs deyən bir şəxsdir və yaxud da ki, buna bağlı hardasa bir yerdə işləyən bir şəxsdir. Çünki o bilir, ixtisası oxuyub. Və sizin orada bir fikir ortaya sürməyiniz sizin üçün müsbət cəhət olmayacaq ki, hansı ki siz bunu bilmirsiniz. Amma bildiyiniz topiklər varsa çox maraqlı danışır, həmçinin məncə müzakirə tipli keçən bir müsahibə olur. Həm oradan öyrəndiyiniz datalar olur. Məsələn, mən müsahibə vaxtında 2-3 dənə data öyrəndim ki, Azərbaycanda astrobiologiya üzrə də araşdırmalar aparılmağa başlayıb və çox maraqlı olur həqiqətən də ki, onlar sizə də məlumat vermiş olur, siz də ona məlumat vermiş olursunuz. Bu sayədə müsahibə çox yaxşı keçmiş olur əslində. Əsas məsələ məncə relaks olmaqdır və professorla düzgün şəkildə fikir mübadiləsi aparmaq deyə düşünürəm mən. Çox sağ ol. Bəs elə bir biologiyada mövzu varmı ki, müsahibəyə gedən insan bunu, yəni biologiya gedirsənsə, bu mövzunu da çox ətraflı bilməlisən, yəni topik olaraq. Məncə elə bir xüsusi topik yoxdur. Onların spesifik olaraq hansı ixtisası sizə düşdüyünə görə dəyişir. Hansı ki, o ola bilər genetik düşə bilər, bioinformatika düşə bilər, amma onların hamısı yenə öz ixtisasları sadəcə bir ixtisas üzrə sual cavab eləmir. Çünki mənim ixtisasım biological science idi. Burada söhbət ona görə də sadəcə bir ixtisas tipindən danışa bilməzdilər. Onlar fərqli cür biologiyanın hər sahəsində ümumi bir sual cavab olmuşdu məndə. Bir daha çox sağ ol, təşəkkürlər. İndi isə istəyirəm ki, gözləmə anı və gözləmə prosesindən danışaq. Sənin üçün gözləmək necə bir hiss idi? Hansı çətinliklərlə qarşılaşmışdın? Abi mənə ən bərbad olan hissi oydu da. Yəni mən çox səbirsiz biriyəm, amma bu gözləmə hissi daha çox bərbad idi. Çünki yəni mən istəmirdim Türkiyədə qalmaq və bu qəbulu gözləmək mənim üçün biraz şey gəlirdi də, çox çətin gəlirdi ki, bu nə vaxt gələcək, nə vaxt gələcək, nə vaxt gələcək. Fevralın başında bir neçə şagirdə HKU qəbul vermişdi. Amma indi qəbul onlara vermişdi, bizə qəbul cavabı çıxmırdı. Mən fikirləşirdim ki, artıq okey, bitdi, hər şey getdi falan. Həmin vaxtı qəbul cavabı çıxan günü, yəni saatı mən yurtdaydım, Akdeniz Üniversitetinin yurdunda oturmuşduq da uşaqlarla falan. Dedim ha, oyda nəsə gəldi. Girdim, baxdım, yazılıb HKU offer. Mən çox qəribə hisslər keçirdim də. Yəni uşaqlara deyirəm ki, otaq yoldaşlarıma, gəldi, gəldi, qəbul gəldi. Uşaqlar deyir, olanmaz falan, feşman. Dedim, yox, gəldi həqiqətən də. Bizim də həmin vaxtı otaq yoldaşlarımızdan bir dənə məsələ var idi. Biz şaurma qonaqlığı məsələsi var idi. Antalyada bir şaurma mağazini var idi. Hissəsi var idi, dönərxanası. Dedilər ki, okey, Allah möhtəşəm şaurma yeyəsiyik bu gün. Həqiqətən də çox möhtəşəm bir hiss idi o hiss. Bir də dövlət proqramının cavabı çıxanda o möhtəşəm hisslər yaşadım mən. Çünki siyahıya baxdım, səhv baxmışam bu siyahıya.
4-cü, 5-ci səhifəyə baxmışam. İlk səhifələri ötürmüşəm. Sadəcə magistrlara baxmışam. Baxdım, yoxdur. Dedim, gəlmədi qəbul falan belə. Oturdum 10 dəqiqə belə depressiya falan, peşman. Ondan sonra qaldırıram üstə görürəm ki, siyahının əsas hissəsi yuxarıdaymış və görürəm ki, orada yazılıb HKU Biological Sciences. Çox qəribə hiss idi həqiqətən o. Yəni birinci şey deyirsən, depressiya girirsən, 5 dəqiqə sonra baxırsan ki, qəbul gəlibmiş sənə. Çox sağ ol. Danışdıqca, yəni adam gözünün qabağına gətirə bilər. Həqiqətən də çox maraqlı olub. İndi isə istəyirəm ki, bizim bonus suallara keçək. HKU-da yataqxana seçmə prosesi necədir? Orada xüsusi bir application falan varmı? HK-da application var. Xüsusi olaraq 3 dənə yataqxananı seçməlisən, apply edirsən. Onlar uyğun olsa o yataqxanalara salırlar səni. Uyğun olmasalar isə yəni boş olan yataqxanaya səni yönləndirirlər. Məbləğ baxımından isə mən double shared roomda qalacağam. 2 nəfəri bir otaqda qalacağıq. Təxmini 350-400 dollar arasıdır yataqxananın aylıq qiyməti. Və yazdığım application orada biraz mən səhv eləmişdim. Mən double room-u single room kimi başa düşüb götürüb single elə bil ki, o double-a birinci hissəyə yazmışdım. Elə sağ olsunlar birinci hissədə çaldılar, amma mənə xoşuma gəlməyib belə də. Double shared room-dur. O da dediyim kimi 350-400 dollar arası da aylıq. Çox sağ ol. Əslində müsahibənin qalan hissəsi xaricdə yaşadığın təcrübələr, yaşadığın cultural şoklar ilə əlaqəli olmalı idi. Ancaq sən inşallah ki, Hong Konga gedəcəksən və müsahibənin qalan hissəsində soruşmaq istədiyim sualları da bir il sonra səndən soruşmağı belə hədəfləyirəm. Ona görə İnşallah. ilk başda təşəkkür edirəm. Yəni bu layihəyə başladığımız üçün həqiqətən bu layihə çox dəyərlidir bizim üçün. Çünki extracurricular olaraq başladığımız bir layihə deyildi. Həqiqətən faydalı olmaq istədiyimiz və maksimum dərəcədə insanları bilikləndirmək istədiyimiz üçün başladığımız layihə idi və nə xoş ki, bu layihəyə səninlə başladım. Ona görə çox təşəkkürlər və sənə gələcək fəaliyyətlərində çox uğurlar. Yəni biz sən dostların olaraq hamımız inanırıq ki, sən həqiqətən bundan sonra çox böyük uğurlara imza atacaqsan. Bu belə sənin xüsusi olaraq demək istədiyin, gələcək tələbələrə belə deyək, vermək istədiyin xüsusi tövsiyələr və yaxud da məsləhətlər varmı? Birincisi mənə çox sağ ol demək istəyirəm. Bu layihənin əsas işə keçməsində əsas adam sənsən. Yəni mən biraz bu işlərdə tənbəl olan birisiyəm. Yəni o qıraqdan baxanda da bilinir. Yəni sənə çox sağ ol demək lazımdır ki, bu layihəni davam elətdirirsən. Həqiqətən də çox möhtəşəm bir layihədir. Uşaqlara da demək istədiyim ola bilər ki, dost çevrənizi düzgün seçin dostlar. Yəni bacı xanım olsun və digər bəzi dostlarım olsun ki, onlar mənə bu prosesdə çox dəstək olublar. Hansı ki, mən bəzi vaxtlar depressiyaya düşürdüm, alınmırdı. Yəni adi SET-dən nümunə götürək ki, alınmırdı. Yəni ilişib qalmışdım mən SET-də, amma hansı ki mən ilk SET balım 1100 idi, amma son SET balım 1500-dür, 400 bal qaldırdım. Burada dostlarım mənə çox dəstək oldular. Hansı ki deyirlər ki, alınacaq, dayanma, alınacaq, alınacaq. Sən sadəcə dayanma. Yəni full supportla davam edirlər. Məncə dost çevrənizi düzgün seçməyiniz bu istənilən prosesdə sizə çox kömək olur həqiqətən də. Ona görə də bacıxanıma da təzədən təşəkkür etmək istəyirəm. Bu prosesdə çox dəstək olub həqiqətən də. Siz ona təşəkkür edin ki, bu layihəni davam elətdirir. Daha da çox gəncə çatmasına kömək eləyir. Ümid edirəm ki, siz də Hong Konga gəlmək istəyirsiniz. Hong Kongda görüşərik. Belə inşallah gələnlə videonun arxasını çəkəcəyik. Xoş sözlərin üçün bir daha təşəkkürlər. Elə bizim kanalda da Hong Konga gələn, yəni səndən başqa Ağa Həmidlə var idi. Keçən ilin ilk müsahibəsi. Müsahibəni sən götürmüşdün hətta. Yes. Bəli, mexanika mühəndisliyi üzrə təhsil alırdı. İlk başladığımız ildə Sübhan Ələmşahovda müsahibə götürmüşdü. O ilk yıl Çinxada oxuyurdu. Daha sonra Hong Konga keçdi. Belə Hong Kong haqqında bayağı bir məlumat bazamız var və eyni şəkildə düşünürəm ki, sənə LinkedIn hesabından və yaxud da ki, Instagram hesabına yazmaqla da tələbələr bəzi məlumatlar öyrənə bilərlər və əminəm ki, sən də onlara kömək eləyəcəksən. Bütün hesablarımı videonun altına yerləşdirə bilərsən. Yəni istənilən şəxs yaza bilər. Hansısa bir dəstək lazım olarsa biz hər daim hazırıq. Çox sağ ol bir daha təşəkkürlər. Sağ ol.